Gəlin 21 illikdən zaman formalarına və zamanların uzlaşmasına baxaq. Birinci testimizdə bizdən nə soruşur? Deməli, choose the correct tense form. Düzgün zaman formasını seçməliyik. Baxırıq. Birincidə in winter it dark early. Baxırıq ki, cümlədə heç bir zaman zərfi yoxdur. Deməli, bu zaman biz cümlənin məzmununa baxmalıyıq. Deyir, qışda hava erkən qaralır. Get dark, ümumiyyətcə bunu qeyd edin ki, get dark havanın qaralması deməkdir. Qışda hava erkən qaralır. Baxın, bu müntəzəm olaraq hər qış baş verən, təkrarlanan, adət və vərdiş halını almış bir hərəkətdir. Yəni, adət vərdiş deyəndə bu cansızdır təbii ki, yəni hər il təkrarlanan hadisədir və belə təbiət hadisələri indiki sadə zamanda istifadə olunur. Ona görə biz burada it gets dark şəklində present simple-da istifadə edirik. İkinciyə baxırıq. She at dictation once a month. Ayda bir dəfə. Burada once a month bizim zaman göstəricimizdir. Present simple-ın göstəricisidir. Present simple-da da necə olurdu? Feilimiz he-də, she-də, it-də s qəbul edirdi. Qalan şahzadə isə olduğu kimi qalırdı. Burada da she olduğu üçün writes götürürük. Üçüncü testə baxırıq. David a book when his mother entered the room. Mən burada avtomatik görürəm ki, burada when var. Deməli, burada uzlaşma söhbəti var. When-dən sonra baxıram hansı zaman var. Entered daxil oldu. Past simple. Bura past simple-dırsa, digər tərəf pasta uyğun bir zamanla uzlaşmalıdır. Ya past, ümumiyyətcə deyirəm, hələ when-i demirəm. Ya past simple, ya past continuous, ya past perfect, ya future in the past, yəni keçmişə nəzərən gələcək zaman belə uzlaşmalıdır. Yəni indiki ilə keçmiş uzlaşmaz. Bax, reads burada indiki zamandı getdi. Bu is reading indiki zamandı getdi. İndi baxırıq nəyə? Bu indiki bitmişdir. Bu da indiki bitmiş davam edicidir. Bu da keçmiş davam edici zamandır. İndi baxırıq nəyə? When-in uzlaşmaları necə gedirdi? Past simple uzlaşırdı past simple-la, past continuous-la, future in the past-la. Bizim də burada keçmiş davam edicimiz var. Was reading. Ona görə cavabımız olur D bəndi. Bitmiş zamanlarla uzlaşması yoxdur when-in. Ona görə indiki bitmişləri when olanda çıxırıq. Baxırıq dördüncüyə. Yenə when uzlaşmasıdır. When-dən sonra keçmiş zaman verib. Burada nə ola bilər? Past simple ola bilər, past continuous ola bilər, future in the past ola bilər. Variantlara baxırıq. Bax, yenə keçmiş zamanda indikiləri çıxıram. Bu indiki zamandır. Bitmişləri də çıxıram. Qaldı burada nə? Stand indiki zamandadır. Were standingdə davam edicidə və keçmişdədir. Bura idi keçmiş olduğu üçün mənim indiki zamanı yox, keçmiş zamanı götürməliyəm. 4 olur A bəndi. Keçirik 5-ci testə. Baxıram burada if-in uzlaşmasıdır. If-in uzlaşmasında baxın, burada they will arrive. Burada verib nə? Future simple. Future simple hər zaman present simple-la uzlaşmalıdır. İstər if-də, istər when-də, istər də digər bağlayıcılarda fərq eləmir. Əgər if-dən əks tərəfdə gələcək veribsə, bura present simple olmalıdır. Baxıram haradadır? They failed çılpaq formada lazımdır. Y bəndi. 6-ya baxıram. Yenə if-in uzlaşması. Burada gələcək zaman verib, onda if-dən sonra sadə zaman olmalıdır. You olduğu üçün də feil heç nə qəbul eləmir. Sadə bir feil lazımdır. Oldu C bəndi. Çünki məsəl üçün live feilini şəxs üzrə dəyişsək, indiki zamanda olur I live, you live, he, she, it lives. We live, you live, they live. Yəni burada da indiki zaman götürdüyüm üçün if you live olur. Baxırıq bura. Have you seen the Titanic? Sən Titanic'a baxıbsan? Yes, it last month. Baxın, sadəcə nədir? Keçən ay. Hansı zamanı göstərir? Past simple-ı. Feilim nədir? See feilidir. See də qaydasızdır. Kökdən dəyişəndə olur so. Cavab A bəndidir. Sonra baxırıq 8-ə. Deyək ki, sən Madridə heç baş çəkibsən. Baxın, yenə last year, keçmiş zaman var. Visitdə qaydalı feildir. Keçmiş zamanda idi qəbul eləməlidir. Baxın, visited. Cavab Y bəndidir. The Browns at our house when they were in Leeds. Bax, they were hansı zamanda past simple-dır. Burada when-in uzlaşmasıdır. Past simple nə ilə uzlaşmalıdır? Deməli, past simple baxın, will stay gələcəkdir. Pastla gələcək uzlaşmaz. Yəni, nə indiki, nə gələcək uzlaşmaz. Bax, bu indiki zamandır, bu da getdi. Bu gələcəyin inkarıdır, bu da getdi. Bitmişlə də uzlaşmaz, bu da getdi. Cavab C bəndidir. Deməli, when-də past simple uzlaşa bilir. Bunu qulağınıza sırğa edirsiniz. Sonra baxırıq, yenə when-in uzlaşması nədir? Burada keçmiş zaman. Yenə bitmişi çıxıram, gələcəyi çıxıram. Bu da indikidir. İndiki ilə keçmiş uzlaşmaz. Keçmişlə keçmiş uzlaşır.
11-ci testdən davam edirik. Bax, avtomatik baxıram once a week, həftədə bir dəfə. Həftədə bir dəfə present simple-ı göstərir. Mən deməli baxıram ki, mənim feilim write feilidir. He-də də writes olmalıdır. Cavabımız B bəndidir. 12-yə baxıram. What are you doing here? Burada nə edirsən? Mən dostumu gözləyirəm. For a friend of mine. Bax, sən burada nə edirsən? İndiki davam edici zamandadır. Burada deyir ki, mən dostumu gözləyirəm. Buraya indiki zamanda ümumiyyətcə ikinci cümlədə gələcəyi, keçmişi çıxıram. Niyə? Çünki gözləyəcəm, gözləmişdim söhbəti yox. Çünki indiki zamandan gedir söhbət. Sən deyir, burada nə edirsən? Bax, davam edici zamanda da davam edir hərəkət. Deyir, mən burada dostumu gözləyirəm. Danışıq anında deməli, davam edən bir hərəkətdir. I am waiting. Baxırıq 13-ə. Baxıram cümlədə yesterday var. Deməli, cümlə keçmiş zamanda olmalıdır. Come da qaydasız feildir. Keçmiş zamanda dəyişir, olur came formasında. Cavab A bəndidir. The sun is in the west every day. Günəş hər gün qərbdə batır demək istəyir. Və bunu biz everydaydən də bilə bilərik ki, cümlə indiki sadə zamandadır. Set feili də deməli indiki zamanda sana görə S qəbul etməlidir. Sets olur. Amma burada bir şeyə də fikir veririk ki, əgər everyday cümlədə olmasa desəydik, məsələn, the sun sets in the west. Günəş qərbdə batır. Siz bunu belə bilməliydiniz ki, dünyada mütəmadiyyən baş verən təbiət hadisələri, təbii faktlar, yəni dəyişməz gerçəkliklər həmişə indiki sadə zamanda istifadə olunur. Yəni günəş şərqdə çıxıb qərbdə batır. Məsələn, paralel xəttlər heç vaxt dəyişmir. Yəni bu tipli birləşmələr, bu tipli cümlələr belə deyək, indiki sadə zamanda istifadə olunur. 15-ci testimizə baxırıq. Try not to make any noise. Çalış, heç səs salma. The child in the next room now. Yandakı otaqda indi uşaq yatır. Now indiki davam edici zamanı göstərir. Mənə də lazımdır. Child təkdədir. Is feilin sonunda ing şəkilçisi. Is sleeping cavab C bəndidir. Bir iki week cəld ol. Bax, nida cümləsi var. Bu nida cümləsi veribsə, deyir cəld ol, hava qaralır. It is getting dark. It is getting C bəndi. Cümlə nida cümləsi veribdir və sonra da boşluq qoyubsa, 99% halda burada biz indiki davam edici zamandan istifadə edirik. Deyir cəld ol, hava getdikcə qaralır. It is getting dark. Davam edirik. O 7-ci testdə will you lend me your pen? Qələmini mənə borc verəcəksən. Sonra deyir mine at home and now I have nothing to write with. Deyir mən özümkini evdə unutmuşam və indi yazmağa heç nəyim yoxdur. Baxın, mən sizə bir qayda öyrətmişdim. Bax, qələmini bu evdə o unudubdur. Nəticə göz qabağındadır ki, hal-hazırda bunun yazmaq üçün qələmi yoxdur. Yəni bu hadisə keçmişdə baş veribdir ki, qələmini evdə unudub. Ona görə bundan qələm istəyir. Evdə unudub, hadisə keçmişdə baş verir və nəticə göz qabağındadır. Ona görə burada indiki bitmiş zaman qoymalıyıq. I have left. Cavab A bəndidir. 18-ə baxıram. Everybody that there are 4 seasons in a year. Deyir, hər kəs ola bilsin deyir ki, bilir ki, ilin 4 fəsli var. Hər kəs bilir ki, adi sadə zamanda qoyuruq. Çünki yəni deyirik ki, hər kəs bilir ki, ilin 4 fərqli var. Hansısa fikri nəql edirik. 19. 19-cu testə baxırıq. Last year she physics at our school. Keçən il o bizim məktəbdə fizika öyrədirdi. Last year keçmiş zamanı göstərir. Teach feili də indiki zamandadır. Keçmişi taught. Deməli 20-yə baxırıq. Don't go into the classroom. Sinif otağından gəlmə. The pupils at dictation there. Uşaqlar orada imla yazırlar. İndi baxın, cümlə nədir? Nida cümləsidir. Yəni əmr cümləsi daha doğrusu. Nida işarəsi var. Bu zaman deməli mən burada indiki davam edici zaman istifadə etməliyəm. Pupils da cəmdə olduğu üçün are və feilimin sonunda ing lazımdır. Are ing cavab Y bəndidir. 21-ci testdə The first Olympic Games in Germany many centuries ago. Deyir, ilk olimpiya oyunları çox illər əvvəl Yunanistanda baş veribdir. İndi baxın, ago hansı zamanı göstərir? Keçmiş zamanı. Deməli, bəzən bu tipli testlərdə diqqətli olmalısınız. Baxın, deyirik ki, ilk olimpiya oyunları Yunanistanda keçirildi deyirik. Çünki baş verdi, keçirildi mənasında burada. Ona görə burada məchul növü olmalıdır. Ona görə were taken place götürürük. Çünki hadisə kim tərəfindən olduğu məlum deyil də. Yəni bizim burada mübtədamız sırf verilməyibdir. Keçirildi mənasında istifadə etməliyik.
The pupils of our class to the museum next Sunday. Next Sunday gələcək zamanı göstərdiyi üçün bizə shall will lazımdır. O da cavab A bəndidir. Çünki gələcək zaman. She no mistakes in her dictation last Monday. Baxın, burada birincisi no var deyə inkar olan cavabı çıxıram. Last Monday də keçmiş zamanı göstərirdi. Keçmiş zamanı göstərirdisə, keçmiş zamanda burada bir dənə had var. Have-in keçmişi had. Sonra baxırıq 24-də. At that time yesterday'dir. Hansı zamanı göstərir? Dünən, bu vaxt. Keçmiş davam edici zamanı zaman zərfidir. The boys were playing olmalıdır. Cavab D bəndidir. Biz də bilirik, keçmiş davam edicidə to be-nin forması olan was, were, üstəgələ fe'l ing-dən istifadə etməliyik. Davam edirik 25-ci testlə. I my lessons, I can go to the cinema with my friend now. Deyir ki, mən indi dostlarımla sinemaya gedə bilərəm, çünki mən dərslərimi bitirmişəm. Deməli, bu dərslərini bitirib, nəticə də göz qabağındadır ki, artıq azaddır, gedə bilər. Hadisə keçmişdə baş verib, orada da qalıbdır. Have done, etmişəm ev tapşırıqlarımı. Deməli, o cavab olmalıdır, indiki bitmiş zamanda. Dərslərimi etmişəm, indi də gedib oynaya bilərəm. Hadisə baş verib, keçmişdə qalıbdır. Artıq nəticə göz qabağındadır ki, bu boşdur. Bekardır, yəni bu uşaq gedə bilər. 26-ya baxırıq. Take your umbrella. Çətrini götür. Deməli, nə deyir? Deyirəm ki, yağış yağır, çətrini götür. Danışıq anında baş verir bu hərəkət. Deyirəm, çətrini götür. Danışıq anında görürəm ki, orada yağış yağır. Ona görə indiki zaman mövcud zamanda istifadə etməliyik. Baxırıq 27. Sonra, why is it so cold here? Burada niyə belə soyuqdur? Oh, somebody the window. Deməli, kimsə qapını açıb. Deyir, indi baxın, burada deyir, hava soyuqdur. Deyir ki, kimsə qapını açıbdır. İndi baxaq. Burada deməli, gələcək zamanlıq bir şey yoxdur. Burada ümumiyyətcə bu məchulunu veribdir. Məchulluq bir şey yoxdur. Kimsə qapını açır da demir. Deyir, kimsə qapını açıbdır. Nəticə göz qabağındadır ki, baxın, bu qapı açılıbdır və bunun nəticəsi göz qabağındadır ki, otaq soyuqdur. Başa düşdünüz? Səbəb və nəticə var burada. Ona görə bu tip cümlələrdə biz indiki bitmiş zaman istifadə eləyirik. The pupils on an excursion in a few days. In a few days hansı zamanı göstərir? In 2 days, in 5 days, in a few days. Bu gələcək zamanı göstərir. Bilirik ki, deməli, burada in a few days dedik ki, gələcək zamanı göstərir. Ona görə də will go şəklində istifadə edirik. Shall will üstəgələk fe'l. They are busy now. Onlar indi məşğuldurlar. They an important question. Onlar, deyirəm, indi məşğuldurlar, vacib bir sualı müzakirə edirlər və etməyə də davam edirlər. They are discussing. Yəni, çox asandır. Yəni, deyirəm, onlar indi məşğuldur, sualı müzakirə edirlər. Yəni, danışıq anında bu proses davam edir. 30-a baxırıq. We shall go to the theater when. Baxın, when-in uzlaşmasıdır. When-dən qarşıda nədir? Gələcək. Gələcək həmişə nə ilə uzlaşır? İndiki zamanla uzlaşır. Bu, ifdə də belədir. İndiki sadə qoymalıyıq. She comes. 31-ə baxırıq. He said that he to school. He said that. Baxın, burada said keçmiş zamandırsa, bura keçmişə uyğun bir zaman qoymalıyıq. Baxaq, o dedi ki, o məktəbə. İndi baxırıq variantlara. Keçmişə uyğun zaman lazımdır. Bu indikidir, getdi. Bu gələcəkdə getdi. Bu indikidir, bu da indikidir, getdi. Would go gedəcəkdi. Would go keçmişə nəzərən gələcək zamandır. Bu keçmiş zamandan uzlaşa bilir. Baxırıq 32-yə. I don't know the time. Mən vaxtı bilmirəm. My watch. Mənim saatım xarab olub, yəni dayanıbdır. Baxın, vaxtı bilməməyimin səbəbi nədir? Tutaq ki, 1 dəqiqə əvvəl, 10 dəqiqə əvvəl, 2 gün əvvəl, 1 gün əvvəl mənim saatım xarab olmaqdır. Hadisə baş veribdir. Səbəb və nəticə var. Yəni, burada saat xarab olub, nəticə olaraq da mən vaxtı bilmirəm. Deməli, indiki bitmiş zaman qoymalıyıq. Baxırıq 33-ə, when-in uzlaşmasıdır. Burada nədir? Gələcək zaman, bura olmalıdır, indiki sadə zaman. Ya you finish. Cavab Y bəndidir. 34. What are the boys doing there? Uşaqlar orada nə edirlər? Oğlanlar orada nə edirlər? They chess. Deyirəm, orada nə edirlər? Deyir, onlar şahmat oynayırlar. Davam edici zamanda veririk. Niyə? Çünki bax, gözümlə görürəm ki, oğlanlar orada deyə. Onlar oynayır orada. Deyirəm ki, onlar orada nə edirlər? Deyirsən ki, onlar şahmat oynayırlar. Çünki danışıq anında yenə davam edən hərəkətdir. They are playing. İndiki davam edici. The man is still here. Kişi hələ də buradadır. He over there under the tree. O, oradadır deyir. Ağacın altında oturubdur. Is sitting. Oturmağa davam edir. Çünki işarə edib göstərir ki, bax, oradadır, orada da ağacın altında oturubdur. Danışıq anında hərəkət davam edir. O, orada oturubdur. I ask him. Baxın, burada ask keçmiş zamandadırsa, cümlənin ikinci tərəfi keçmişlə davam eləməlidir. İndikidir, indikidir, gələcəkdir, indikidir. Bir dənə would deyil. Keçmiş zamanı göstərir. He knew when.
Baxın, when-dən qabaq new keçmiş zamandadır. Burada keçmişdə uyğun qoymalıyam. Deməli, will gələcəkdir, getdi. Bu indikidir, getdi. Bu indiki zaman qrupudur. Bu da indiki zaman qruplarındandır. Bir dənə would come uzlaşır. Çünki o keçmişdən uzlaşa bilər. Çünki keçmişə nəzərən gələcək zamandır. 38-ə baxıram. 38-də an important delegation from Ankara in Azerbaijan yesterday. Yesterday nədir mənası? Keçmiş zamanı göstərir. Ona görə arrived istifadə edirik. Keçmiş sadə zaman. The children will go to the forest as soon as the rain. Children will go. Bu nədir? Gələcək zamandadır. As soon as-ın qabağında. Bura gələcəksə, bura indiki zamanda olmalıdır. The rain də təkdə olduğu üçün stops. Cavab D bəndi. Yenə if-dən qabaq keçmiş zaman veribdir. Keçmişə uyğun zaman lazımdır bizə. Yenə bax, gələcəkdir, indikidir. Gələcəyin bitmişi də lazım deyil. İndikidir, getdi. Cavab B bəndidir. Çünki keçmişdən keçmişə nəzərən gələcək zaman istifadə edə bilərik. Sonra keçirik növbəti testimizdə. Take your umbrella deyir. Çətirini götür. Deməli, if-in uzlaşmasıdır. If-dən qabaq hansı zaman indiki sadə zamandır. Deyirəm, çətirini götür. Deməli, yağış yağır. İndi mənə qulaq asın. Bura indiki zamandır, eləmi? If-dən sonra gələcək zaman gəlməz, bunu getdik. Bura indiki zamandırsa, bura keçmişlərlə uzlaşmaz. Deməli, indiki ilə uzlaşmalıdır. Baxın, mənada oturur. Deyirəm, çətirini götür, yağış yağır. Bax, mən ayaqdan baxmışam çölə, görürəm yağış yağır. Bu yağmağa davam edir. Deyirəm ki, çətirini götür, yağış yağır. O zaman indiki davam edici zaman istifadə edirik. 42 ilə davam edirəm. I the news the day before yesterday. Mən deyir, sırağa gün xəbəri söylədim, ola bilər. The day before yesterday past simple göstərir. Tell fe'linin də keçmiş zamanı tolddur. İndi baxmalıyıq ki, mənə sırağa gün xəbər söylənildi istifadə edirik. Baxın, həm də baxın görürsünüz, mən söylədim demirik. The news, mən sırağa gün xəbəri söylədim, hətta söylənildi, yəni mənə deyildi xəbər. O da keçmiş zamanın məhsulu necə düzəlirdi? Was, were, fail. Ona görə cavab D bəndidir. Wait a little, biraz gözlə. His mind yet. O hələ qərarını verməyibdi. Yet hansı cümlədə işlənirdi? Deməli, indiki bitmiş zamanda he hasn't made up his mind yet. Cümlə indiki bitmiş zamanda həfəz, üstəgələ verb içdən istifadə olunur. I promise not to leave the room till she. Deməli, bura baxırıq. Till-in uzlaşmasıdır güman ki bu. Not to leave the room. Baxın, bura indiki sadə zamandadır. İndiki sadə zamandadırsa, mən deyir ki, o gələnə qədər söz verirəm ki, otağı tərk eləməyəcəyəm. Deməli, burada indiki sadə zamandırsa, til də bağlayıcı kimi götürürüksə, until, as soon as kimi, özündən sonra gələcək zaman götürməyəsidir. Bu da indiki zamandırsa, keçmiş bitmişdir. Keçmiş qrupda axı uzlaşmayasıdır. Bu da keçmiş sadədə uzlaşmayasıdır. İndiki ilə uzlaşacaq. Cavab C bəndi. Deməli, tildə indiki sadə uzlaşması var. Sonra baxırıq, yenə tilin uzlaşmasıdır. Tell him not to go anywhere. Ona deyir, ona söylə, heç yerə getməsin. Deməli, yağış deməli dayanır. İndi mən dayanana qədər heç bir yerə getməsin. Bura yenə indiki sadədirsə, burada uzlaşırıq indiki sadə ilə. Rain'a görə stops götürürük. Deməli, burada nə edeyim sizə? Sizə dolaşıq gəlməsin, qızlar. Baxın, til də elə, ikisində də bağlayıcıdır. Baxın, bağlayıcılardan sonra heç vaxt gələcək zaman gəlmir. Til də elə bilin bir when'dir, bir while'dır, bir as soon as-dir, if'dir. Fərqi yoxdur. Onun kimidir. Ondan sonra gələcək gəlməz. Bax, gələcəkləri çıxdım. Başa düşdünüz? Sonra baxıram nə? Baxıram, burada indiki zamandır, burada indiki zamandır. İndikidirsə, mən indikini ancaq indiki ilə, yəni indiki davam edici ilə uzlaşdırmalıyam da. O da bu bir tərəflərdə deməli nədir adı? Gələcək saat qoya bilmirəm deyə, keçmiş zaman qrupu deyə qoya bilmirəm deyə, indiki sadə götürürəm. Baxırıq 46-cı testdə. They will miss a train if they a taxi. Deməli, burada if-ə baxırıq. If-in deməli özündən qabaq gələcək zaman gəlib. Deməli, bu uzlaşmalıdır indiki zamandan, indiki sadə zamandan. Z-də də don't take. Take-in inkarda veribdir. Don't take keçmiş indiki sadə zamanda. 47-ci testimizdə you must sit here until she.
Until-in uzlaşmasıdır. Baxın, burada hansı zamanda verib? You must sit. İndiki sadə zamandır, yəni present simple-dır. Bu uzlaşa bilər present simple-la və yaxud da elə present simple-la uzlaşır. Niyə? Baxın, until də bir bağlayıcıdır. If kimi, when kimi, while kimi, till kimi, as soon as kimi. Ona görə ondan sonra yenə nə gəlməyəsidir? Gələcək zaman gəlməyəsidir. Bunu qoyuruq, bu gələcəklərin, bu da inkarıdır, getdi. Sonra nəyə baxıram uşaqlar? Baxın, would return hansı zamandadır? Should, would, üstəgələ fe'l, future in the pastdır. Yəni keçmişə nəzərən gələcəkdir. Bu da indiki olduğu üçün keçmişlə uzlaşmır. Ona görə bunu çıxıram. Sonra bax, burada təsdiq var, burada da inkar var. Present simple-ın. Çünki bura present olmalıdır. İndiki ilə indiki olmalıdır. Sadəcə mən baxıram ki, indiki təsdiqdən mi verib, inkardan verib. Tərcümə. Deyir ki, until she, deyir o gələnə qədər sən burada oturmalısan. O gəlməyənə qədər sən burada oturmalısan deyə bir şey yoxdur. Return qayıtmaq demək, yəni qayıtmayana qədər sən burada oturmalısan. Yox, o qaydana qədər until she returns, sən burada oturmalısan. Ona görə 47 A bəndi. 48-də in summer the sun early and late. Deyir, yayda günəş erkən çıxır və gec batır cümləsidir. Cümlə hər il, bu da present simple-da sadəcə istifadə edirik. Deməli, the sun təkdə olduğu üçün rise and sets. İndi baxın, bu hər il baş verən yenə hərəkətdir. Təbii bir faktdır. Ona görə indiki sadə zamanda istifadə olunur. 49. Your brother meet you at the station last night. Last night keçmiş sadəni göstərir. Düsturda sualı ilə düzəlir, didlə düzəlir. As all his luggage tomorrow. Tomorrow gələcək zamanı göstərir. Gələcək zamanda da sabah deyir, onun bütün yükü deməli paketlənir. Elə bilin ki, baxın, pack nədir? Paketləmək, yəni nə tədimi? Paket olmaqda, paket eləməkdir. İndi baxın, bu paket, will paket öz-özünə paketlənmir bu. Bunu kimsə paketləyir. Yəni məhculda verməliyik. Will be packed. Yəni paketlənəcək. Ona görə məhcul növdə verməliyik. Çünki burada yükü kimin paketlədiyini biz bilmirik. Kimsə tərəfindən bu yük paketlənir.